sizi Cyberbrand podkastından salamlayıram. Bugün həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bir mövzudan danışacağıq. Sosial şəbəkələr və kiber təhlükəsizlik. Artıq səhər gözümüzü açanda ilk baxdığımız yer sosial şəbəkələrdir. Orada işləyirik, orada ünsiyyət qururuq, alış-veriş edirik, şəxsi həyatımızı bölüşürük, brendimizi qururuq. Amma bir sual var. Biz doğrudan da nə qədər təhlükəsizik? Şəxsi məlumatlarımız, şəkillərimiz, mesajlarımız, bunlar kimlərin əlindədir? Və biz fərqində olmadan hansı risklərlə üz-üzəyik? Bu suallara cavab tapmaq üçün bugün studiyamızda texnologiya sahəsində uzun illərdir araşdırmalar aparan, texnoloji trendləri yaxından izləyən dəyərli texnologiya üzrə jurnalistimiz var. O, həmçinin sosial media eksperti kimi də tanınır. Salam, xoş gəlmisiniz Sərdar bəy. Xoş gördük xanım. Təşəkkür edirik. Bugün mən əminəm ki, biz çox maraqlı bir söhbət edəcəyik. Hansı ki, hamının ehtiyacı olan və hamımızın bu bir növ həyati məsələlərdən biri olan bir mövzu üzərindən danışacağıq. İlk sualım belə olacaq ki, sosial şəbəkələr nə dərəcədə etibarlıdır? Onlara həqiqətənmi güvənmək olar? Ümumiyyətlə, hazırda həqiqətən də çox gözəl vurguladınız ki, sosial şəbəkələr günümüzün ayrılmaz bir parçasıdır. İstər səhər tezdən oyanarkən, istər axşam yatarkən və saat etibarı ilə də diqqət etsə, həqiqətən də günümüzün demək olar ki, 5-6 saatını, hətta daha çox vaxtını alan bir sahədir, artıq platformadır. Ona görə də sosial şəbəkələrlə bağlı işlər də çox önəmlidir. Belə ümumi nəzərdən keçirsək, sosial şəbəkələr, yəni təhlükəsizliklə bağlı məsələlər, sosial şəbəkələr təhlükəsizdirmi, tam güvənilirdirmi? Bu sözü, yəni əminliklə hə və ya yox demək olmaz. Burada iki məsələ önə çəkilir və əsas məsələ bir istifadə etdiyimiz sosial şəbəkənin özünün təhlükəsizliklə bağlatdığı addımlar, özlərinin təhlükəsizlik bağlı etdiyi yenilənmələr və ikinci məsələ sosial şəbəkədən istifadə edən izləyicinin özünü necə orada göstərməsidir. Yəni baxın, biz deyirik ki, bu platforma çox güvənilirdir, platforma bizi qoruyur, ancaq biz özümüz necə bu platformaya yanaşırıq? Yəni bizim burada funksiyamız necədir? Yəni düşünün ki, bu saat sosial şəbəkələrdə, yəni sosial şəbəkələrin fərqli nəsil olaraq deyək ki, bütün məlumatlarımız hardasa orada yer alır. Yəni istənilən sosial şəbəkəyə girərək daimi istifadəsi olan bir insanı biz orada demək olar ki, şəxsi həyatı, ailəsi və yaxud da ki, getdiyi yerlər, gəzdiyi yerlər, hər şeyi öyrənə bilərik. Yəni biz burada önə çıxan məsələ ki, biz nə dərəcədə diqqət edirik? Yəni biz gözləyirik ki, sosial şəbəkə bizi müdafiə etsin, bizi qorusun, təhlükəsiz olsun. Ancaq biz özümüzü bəs necə qoruyuruq? Və təəssüflər ki, sosial şəbəkə istifadəçinin əksəriyyəti özünü çox rahat şəkildə orada buraxır. Yəni özünü şəxsi məlumatlarım deyim, ailə məlumatları deyim, adı, yəni bank kartlarından belə düşünün ki, bu yaxınlarda bir məlumat araşdırma eləmişdik. Facebook məsələn, Messenger üzərindən bank kartının şəklini göndərən bir adam bunu həmin kartdan oğurluq olmuşdu. Yəni kiber hücum olunub. Sadəcə Messengerdə bir şəkil göndərib. Düşünə bilirsiniz, yəni bu dərəcədə əhəmiyyətlidir. Biz sosial şəbəkədə biz necə istifadə edirik? Ümumiyyətlə sosial şəbəkənin təhlükəli bəzi platformaları var. Xüsusən Meta platforması maliyyə olaraq ildən ilə təhlükəsizliklə bağlı daha çox maliyyə ayırır. Ancaq etibarla ard-arda yoxlasaq, məsələn, WhatsApp-da hazırda daha güvənilirlik məsələsi daha çoxdur. Meta platformaları dedik və son dövrlərdə ölkəmizin əsas istifadə mənbəyi olan TikTok platforması ki, təəssüflər ki, TikTok platformasında son dövrdə bu təhlükəsizlik məsələləri daha azdır. Yəni bu da günümüzdə dedim ki, bizim istifadəmizlə bağlıdır, bizim yanaşmamızla bağlıdır ki, biz Azərbaycanda TikToka yanaşma tərzində dəyişməliyik. Sonra digər məsələ, bu yaxınlarda bir təlimdə iştirak edərkən İsrailli bir kiber təhlükəsizlik mütəxəssisi gəlmişdi. Mənim ona şəxsən sualım oldu ki, siz və sizə görə ən təhlükəsiz platforma hansıdır? O çox düşündü və gülərək bildirdi ki, demək olar ki, yoxdur. Belə genel baxdı. Ancaq yanaşma tərzinə görə, yəni istifadə qaydasına görə biz ondan necə istifadə edirik? Yanaşmamız, yazışmamız, mərhələlər və digər şeylər, biz orada məlumatlarımızı paylaşmamızı. Yəni burada 50% bizim üzərimizə yük düşür. Bu çox önəmli məsələdir. Eynən. Və sizin danışdıqlarınızdan bir daha sübut olunur ki, sosial şəbəkələr vasitəsilə bizim şəxsi məlumatlarımız oğurlanır. Yaxşı, bu məlumatlar oğurlanır. Bizə qarşı necə və hansı məqsədlə istifadə olunur, Sərdar bəy? Belə bir ifadə işlədirlər. Məsələn, adi sosial platforma istifadəçisi deyir ki, mənim məlumatlar kimə lazımdır ki? Mən nə vacib adamam. Yəni də belə oturur. Hər şey ortalıqdadır da. Nə var ki? Nəyi sübut eləyəcəklər ki, heç bir gizlədəcək bir şeyim yoxdur. Qətiyyən belədir.
Təbii ki, sosial istifadə izləyiciləri nüfuzuna görə insanlar dəyişir. Nüfuzlu, daha az nüfuzlu və yaxud da ki, orada karyerasına görə dəyişir. Ancaq heç bir karyerası olmayan bir insan belə istifadəçi adı olaraq, tək olaraq funksiyası az olsa belə, düşünün ki, bu rəqəm 100 minlərdədir. Və bunun örnəyini biz dəfələrlə görmüşük. İstər Amerikada vaxtilə seçki prosesi, bir neçə ölkələrdə bu hətta qalmaqallı məhkəmələr açıq etiraf olunur ki, məsələn 100 minlərlə istifadəçini, milyonlarla istifadəçiyə burada təsir olur. İndi bu təsir necə olur? Adi bir sosial platform izləyicisi məlumatlarını paylaşır. Biz onu nə istəyirik, nə danışırıq, onun üzərindən bizim xarakterimizi həll edir. Baxırlar ki, bu insan istəyi nədir? Bu insan yanaşma tərzi necədir? Bu insan nə paylaşılsa, bu insan onu sevər, ona münasibəti müsbət olar. Və düşünün ki, eyni anlayışı 1 milyon istifadəçi üzərindən test keçirirlər. Yəni, bunu dəfələrlə yoxlayıblar və qarşımıza onu bizim reklam şəklində, təqdimatlar şəklində. Düşünün ki, bir ölkə və yaxud da ki, hər hansı bir yeni bir rəhbərlik sistem yaradılır, yeni bir şəbəkə yaradılır və nəbzi yoxlamaq istəyirlər. Nəbzi yoxlamaq üçün nə edirlər? Sosial şəbəkədən istifadə edirlər. Bəli. 1 milyon istifadəçinin üzərindən baxırlar məsələyə, bunların istəyi necə və ona bir təqdimat sunurlar. Təqdimat əsasında bizə baxırıq ki, bəzən olur ki, deyirik ki, bu reklamın bizə nə fərqi var, bizə nə ehtiyac var ki, bu reklam qarşımıza niyə çıxdı görəsən? Ancaq baxırıq ki, eyni anda 100 min insanın qarşısına bu reklam çıxır. Və bizə istənilən bir şəxsi də bu reklamlar vasitəsilə, bu təqdimat vasitəsilə bizə sevdirə bilərlər. İstənilən şəxsi də, istənilən məşhuru da bizə qarşı, ona qarşı bizdə mənfi də yarada bilərlər. Duyğusu da yarada bilərlər. Təbii ki, bu artıq bizim nəbzi ölçdükdən sonra bu artıq bir növ, əslində təbii ki, bu biraz açıqlanmayan məsələlər siyasındadır, ancaq bizə qarşı, yəni bizim bu data məlumatlarımızla bizə qarşı və yaxud da ki, əslində bizə də yox, ümumiyyətlə digər insanlara qarşı, müəyyən bir platformalara qarşı, sistemlərə qarşı istifadə oluna bilər. Yəni bu çox vacib məsələ olaraq qalır və eyni zamanda onu da düşünün ki, yəni sosial şəbəkə istifadəçiləri bizlərlə yanaşı məşhur şəxslər var, daha məşhur şəxslər var və orada onların istifadəsi var, onlara necə təsir eləyə bilərlər, bu məsələlər var. Yəni təkcə biz, mənim üçün heç bir əhəmiyyəti yoxdur, mənim hər şeyim ortada deməklə bu məsələdən kənara çıxmaq olmaz. Və əlavə olaraq da bunu vurğulayım ki, biz deyirik ki, məlumatları telefonundan sildim, sosial şəbəkəni bağladım, sosial şəbəkəni sildim. Belə bir anlayış yoxdur. Ümumiyyətlə heç nə silinmir. Bizim data məlumatlarımız kəsinliklə sona qədər saxlanılır, hər şey saxlanılır. Yəni ona görə də elə bir bəzən rahatçılığın olsa deyir, sildim də, yəni nə olacaq? Qətiyyən elə deyil. Bütün platforma saxlanılır, data məlumatlar saxlanılır, bazada saxlanılır və bəzən ola bilər ki, bu illər sonra istifadə oluna bilər. Şəxsən özümüzlə bağlı olmasa belə, digər insanlara qarşı, digər sistemlərə qarşı bu platforma istifadə olunur yəni. Əslində siz bayaqlar danışdınız ki, müxtəlif testlər olunur. Hansı ki, hansı insanları hədəf ala bilərlər və yaxud da ki, kimlərin qabağına hansı tip reklamlar çıxır. Yaxşı, belə bir sual yaranır ki, məndə sosial şəbəkələrdə hansı tip insanları hədəfləyirlər? Biznes səhifələrimi, tanınmış insanlarımı, yoxsa adi insanlarımı? Yəni bunun haqqında nə deyə bilərsiniz bir sosial media ekspert olaraq? Ümumiyyətlə son dövrlər bu aparılan proseslər mi deyim, testlər mi deyim və nəticələr mi deyim, kiber təhlükəsizliklə ilə bağlı yaranan məlumatlar mı deyim. Burada belə bir anlayış ortaya çıxdı təbii ki. Məşhur şəxslər daim nəzarətdədir. Yəni məşhur şəxslərlə bağlı, onların kiber hücumlarına bağlı. Ancaq burada bir məsələ də var ki, kiber hücumu həyata keçirən şəxslər bilir ki, məşhur şəxslər o təhlükəsizliyini qorumaq üçün müəyyən addımlar atırlar. Yəni məşhur şəxslər müəyyən bir maliyyə ayıraraq öz kiber təhlükəsizliklərini təmin edirlər. Və orada onlardan daha çox digər istifadə. Məsələn, burada reklam sisteminə məşğul insanlar var. Reklam biznesinə məşğul olanlar və onların maliyyələri var orada. Kartlarla daim ödənişlər həyata keçirilir ki, məsələn, onlar üçün daha təhlükəlidir. İstər sonra reklam hesabları dedik var və təəssüflər ki, son dövrlərdə qadınlarla bağlı, qadın profilləri ilə bağlı da çox həssas məsələlər var ki, yəni təəssüflər ki, günümüzdə çox açıq şəkildə fotolar da olsun, görüntülər paylaşılır ki, bu görüntülər gələcəkdə onların əleyhinə çox ciddi şəkildə istifadə olunur. Və bu onlar üçün bir növ kiber hücumu həyata keçirən insanlar üçün bir növ artıq onların əlində vasitədir. Və onlar, bax, günümüzdə gəlin belə etiraf eləyək ki, kiber hücum həyata keçirmə bir insan və yaxud da ki, o işlə məşğul olan bu oğurluq mu deyim, bu işlə məşğul adam üçün, yəni düşünün, əvvəl bir vasitə axtarırlar ki, bu insan kimdənsə araşdırmaq lazım idi, hər hansı bir insanı, məşhur şəxsi. İndi artıq o qədər rahatlaşıb, asanlaşıb, sosial şəbəkədə hər məlumatı var. Hər məlumatı var. Yəni düşünün, biz onlara istədikləri məlumatı hər tərəfli şəkildə, açıq şəkildə ortaya qoyuruq. İnanılmaz dərəcədə və onlar deyərdim ki, çox az əziyyət çəkirlər.
Və eyni məsələ, məşhur insanlar artıq zaman keçdikdə özlərinin bu təhlükəsini artırırlar. Ancaq ümumilikdə sosial şəbəkə istifadə, gəlin açıq etiraf eləyək. Nə qədər insan hələ də 1 2 3 4 kodu qoyub Facebook istifadə edən var. Ya adını qoyub, ya Yəni soyadını düşünün, qoyub. adını qoyur, sosial şəbəkə istifadə edir. Doğum tarixini qoyub. Doğum tarixini qoyur. 1-dən 8-ə qədər parametr qoyur. Bəli. Yəni bu təhlükəsiz məsələni indi diqqət edin, nə qədər insan iki tərəfli doğrulama istifadə edir. Bəli. Nə qədər insan etibarlı daha bir fərqli cəmal istifadə edir. Bəli. Yəni yönləndirmə olur. Nə qədər Facebook istifadəsinə baxın, çox adam nömrə qoymur. Bəli. Nömrə yoxdur. Yəni belə baxır da məsələyə, məni məşğul eləyəcəklər, məni narahat eləyəcəklər, nömrələr qoymur. Təbii ki, bu şəxsi olaraq da paylaşmaq olur nömrə, yəni heç kəs görmür, amma nə qədər insan baxın müzakirə edir ki, nömrə qoyur ora. Nə qədər insan iki tərəfli doğrulama eləyir, nə qədər insan güvənilirliyi üzərindən çox diqqətli etaplar eləyir. Daha çox insan hələ də bunu görürük ki, çox az bir insan. Və ən təəssüflər bir dənə məqam var. Bizim məsələn platformalarımıza baxaq. Facebook, Instagram, TikTok olsun. Baxırıq ki, eyni kod hamısına tətbiq olunur. Biz öz rahatçılığımız üçün belə bir vasitə yaratırıq ki, unutmayaq, bu şifrəni unutmadığımız üçün deyirik ki, bunu digər şəbəkəyə qoy. Eyni kodu hər şəbəkəyə qoyuruq. Baxın. Ümumiyyətlə belə bir məsələ də var. Belə ifadə var bu arada. İnsan yuxudan oyanır. Biz yuxudan oyandıqmı sözü yox, əvəzində işlədir, bəzən işlədir ki, ayıldınmı deyə bir ifadə var. Bəli. Ayılmısanmı? Əslində bu yuxudan oyanmağı yox, ayılmaq başqa mənamdadır. Niyə? Sən öz artıq şəxsi iradənlə özün rahatsanmı anlayışına gəlir. Və bu niyə bu ifadəni işlədirəm? Bizim sosial istifadə izləyicilərimiz baxsınlar. Gün ərzində neçə saat və hansı saatlarda sosial şəbəkədə olur? Mən özüm bir müddət bunu tətbiq elədim. Telefonlarımızda var bu proqram bu arada. Həftəlik analiz təqdimat edirsiniz. Siz həftə ərzində neçə saat, hansı saatlarda telefondan və telefondakı dəqiqələr sosial şəbəkədə istifadə eləmisiniz? Bunun fərqi harda üzə çıxır? Araşdırmaya görə, mən özüm də şəxsən araşdırmama görə daha çox səhər tezdən və axşam yatarkən biz telefondan və sosial şəbəkədən çox istifadə edirik. Bu niyə önəmlidir? İnsan səhər oyanarkən və axşam yatarkən yorğunluq, səhər oyanarkən hələ bədənin özünə gəlməməsi, axşam da yatarkən daha doğrusu yorğunluğun nəticəsi var ki, biz həmin dəqiqələrdə və kiber hücumlar da daha çox o dəqiqələrdə olur. Eynən. Baxın, saatlara diqqət edin, mesaj gəlir, cima ilə və ya təsdiq gəlməlidir. Bir profil olaraq orada bir təhlükəsiz tədbir gəlir. Ən çox axşam saatlarında olur. Biz o saatlarda istəməyərək səhv linkə də tıklaya bilərik, səhv giriş də edə bilərik. Baxın, bu çox önəmli məsələdir. Bunu insanın istifadəçi bunu izləyə bilər, yəni diqqət edin ki, telefonunuza biz hansı saatlarda həftəlik analizlə nə qədər və hansı saat istifadə edirik və o saatlar düşünün ki, ən zəif saatlardır. Eynən. Və bu istənilən kiber hücumu həyata keçirmək istəyən bir şəxs üçün çox rahat bir şəkildə əlində bir vasitədir. Eynən, çox qatılıram sizə. İndi sizə bir başqa sual vermək istəyirəm. Əslində bayaqlar siz bu haqqda biraz qısa da olsa bir məlumat verdiniz. Ümumiyyətlə hansı sosial şəbəkə bizim üçün daha çox təhlükəsiz hesab olunur və bundan başqa olaraq platformalar kiber təhlükəsizlik üçün hansı real addımlar edirlər, hansı işlər həyata keçirirlər? Bu haqqda biraz məlumat versəz detallı, insanlara necə bu maraqlıdır. Çünki bu bizim ən yaralı olan bir mövzularımızdan biridir. Araşdırmalar onu göstərir ki, dediyim kimi, ümumiyyətlə təhlükəsiz sosial şəbəkə yoxdur. Ancaq ardıcılı sıralama ilə baxsaq, indiki dövrdə ən təhlükəsiz sosial şəbəkə olaraq FaceTime göstərilir və reytinqlərdə öndə çıxır. Daha sonra WhatsApp göstərilir və WhatsApp, onu da qeyd edim ki, ilk vaxtlar daha çox təhlükəsiz idi. Ancaq son dönəmlər onu göstərdi ki, WhatsApp belə platformanın, yəni təhlükəsizliyi ilə bağlı daha ciddi addımların atılmasına biraz maliyyə baxımından daha çox xərc çəkməlidir ki, qorunmalar üçün və WhatsApp üzərindən də biz bir neçə dəfə şahid olmuşuq bu prosesin ki, problemlər yaranır və ona görə də onun da güvənilirliyi əvvəlki illərə nisbətən məncə sarsılı vardıq. Meta platformalar üzərindən Facebook, Instagram nəzərdən keçirsə, Meta son illər daha çox maliyyə ayırır. Ancaq dediyim kimi şübhəli məqamlar çoxdur. Yəni Meta üzərindən, bax ölkəmizdə də bu saat Meta üzərindən kiber təhlükəsizlik kartın oğurlanması mı deyim, zəngçilər mi deyim, linklər mi deyim, bu müraciətlər daha çox artıb. Yəni maliyyə ayrılır, ancaq demək ki, daha təhlükəsiz formada bu ya paylanmır, ya da istifadə olunmur. Diqqət edərsiniz, məsələn 5-6 il öncə hər kəs belə bir status paylaşırdı ki, üzr istəyirəm, bu linki mən sizə göndərməmişəm. Bəli. Ciddi şəkildə Messengerə tanınmış müəllimlərimizin və yaxud da ki, universitetlər, hər kəsdə nüfuzlu adamların bizə linklər gəlirdi.
çox ciddi şəkildə eyni anda təsəvvür ki, hər kəsdə mənim müəllimim mənə link atıb, nə olub, nə baş verib, dərhal açıram və ciddi şəkildə orada artıq sosial şəbəkələrdə, platformalar, profillərdə şey paylaşıldı ki, hesablarda ki, yəni bax bu biz deyilik. Çox yayğın şəkildə yayıldı Azərbaycanda o zaman, yəni onda ciddi şəkildə təhlükəsizliklə bağlı problem olduğu çıxdı və indi də nəzər yetirsəz, bank kart, ən çox bank kartları üzərindən bunu müraciət edirik bu arada, daha çox təəssüflər ki və əlavə olaraq da sosial şəbəkələrin, yəni orada bizim hesablarımızın daha çoxdur, hesabların oğurlanıb satılması çoxdur, spamlanması çoxdur, bağlanması çoxdur, yəni bu işlər daha da artır. Yəni belə görünür ki, maliyyə baxımından çox yatırım olunsa da, demək ki, yenə də boşluqlar var. Və bizdən asılı olaraq da bu arada çox ciddi məsələlər var. Biz təəssüflər ki, günümüzdə getdikcə daha çox sosial şəbəkələrə biz material veririk. Video formasında ümumiyyətlə daha çox material veririk. Yəni həyatımızı çəkirik, yediyimizi, içdiyimizi, hər şeyi paylaşırıq. Şəxsi həyatımızı paylaşırıq. Yəni bu inanılmaz dərəcədə mənfidir. Və məsələn indi telefonlarda bunu çox adam bilmirəm, tətbiq edib ya eləməyib. Söhbət edirik, telefon yanımızda. Məsələn hər hansı bir kofedən, çaydan danışırıq. Bəli. Nə baş verir? Facebook açırıq, həmin kofenin reklamı gəlir. Bəli, avtomatik olaraq bizim qarşımıza kofe olan rəqibləri, bəli. Rəqib markaların reklamlarını görmüş oluruq. Demək ki, bizi izləyirlər. Ancaq bu necə baş verir bu arada? Çox adam bu telefonda bu arada tətbiq var, bunu istifadə edə bilər. Biz öncədən telefonumuzda səs sistemi var. Bizim səsimizin algılanması məsələsi var. Bax məsələn mən bunu ümumi olaraq vurğulayıram. Çox adam bunu etmir. Səsimizin algılanması məsələsi var və bəzən belədir. Oy, nədir? Bizim necə baş heyrət eləyirlər. Bu necə baş verdi? Heyrətliklə qarşılayır. Ancaq o hamısını bizim Amerika eləyir. Yəni bunu təəssüflər ki, baxmır ki, günah bizdədir axı. Bizim əlimizdə texnologiyalar var. Mobil telefonlar var, ancaq təəssüflər ki, necə istifadə edəcəyimizi çox adam bilmir. Bax, bunu üzülərək deyirəm. Şəkil çəkmək üçün çox bahalı telefon istifadə edən insanlar var. Ancaq bax, bu yaxınlarda gördüyüm bir mənzərəni sizə situasiyanı anlatdım. Yəni, mənə çox təsir edir və narahat oldum şəxsən. İctimai nəqliyyatda gedirik, bir xanım həyecanlı şəkildə gedəcəyi ünvanı soruşmaq istəyir. Yanındakı insanlardan soruşur və cavab almır. Gedir sürücüdən soruşur, cavab ala bilmir. Yəni, ünvan da təbii ki, bəzən olur ki, hər kəs bilə bilər, bəzən heç kəs də bilməyə bilər. Və təsadüfən əlindəki telefona diqqətimi çəkdi. Baxdım ki, telefon çox bahalı telefondur, markanı deməyim. 2-3 min manatlıq bir telefondur. Ancaq o xanımın əlində o telefon var, ancaq o Google Maps-dən və yaxud da xəritələrdən necə istifadə lazımını bilmir. Yəni düşünsənizə, bir dənə ora adı yazsa, ünvanı yazsa, hətta bildiriş formasında, səsli formasında burada düşün, buradan bura, hər şeyi görə bilər. Ancaq onu istifadə eləmir. Bu həqiqətən mənim üçün şəxsən çox ağır bir məsələdir. Yəni özüm narahat oldum ki, indiki dövrdə yoxdur, bunu eləmək olmaz. Sizin və hər kəsin əlimizdə o telefonlar var. Texnologiyani biz ala bilirik, ancaq düzgün istifadə edə bilmirik təəssüflər ki. Biz düşünürük ki, bəzən biz bahalı telefon işlədirik, bahalı notebook istifadə edirik və yaxud da ağıllı saat istifadə edirik. Biz artıq rəqəmsal dünya ilə ayaqlaşmışıq, amma rəqəmsal dilləri düzgün şəkildə istifadə edə bilmirik. Rəqəmsal dildən tamamilə uzaqlaşırıq. Təəssüflər ki, yəni bilirsiniz, bu təbii ki, maarifləndirmədən çox şeyası dediyimiz kimi, yəni bu cür layihələrin, bu cür verilişlərin ümumiyyətlə getdikcə artırılması lazımdır. Yəni televiziyalarımızda da ciddi şəkildə maarifləndirici verilişlərin artırılması lazımdır və son dövrlər baş verənlər göstərdi ki, yəni şou verilişləri yox, televiziyalarımızda ciddi şəkildə maarifləndirici verilişlər olmalıdır. İnsanlar maarifləndirməlidir və elə bir ifadə də var bu arada, təəssüflər ki, insanların belə bir yanaşması var. Bilirəm də, məsələn, kiməsə bir şey göstərmək istəyəndə telefonda, bilirəm də mən özlərini tamamilə, yəni onu eşitmək istəmirlər, özlərinin daha yaxşı doğru olduqlarını bilirlər və sonra da problemlər yaranır. Yəni bilirəm, bilirsiniz, bu ifadə əslində yəni çox ağır bir ifadədir, o məşhur ifadədir. Mən bilirəm ki, heç nə bilmirəm. Yəni ancaq bilirsiniz, yenilənmə çox önəmlidir. Sosial şəbəkələr bu saat gündən-günə yenilənir. Mən özüm 10 ildən çoxdur peşəkar şəkildə istifadə edirəm. Son hətta 6-7 ildə çox ciddi şəkildə araşdırmalar edirəm və eyni zamanda bunu tətbiq də edirəm öz kanalım vasitəsilə və müəyyən izləyiciyə çatdırmaq vasitəsilə. Texnologiya jurnalisti deyəndə ağla gələn ilk insan. İnanılmaz dərəcədə yeniliklər var. Bir həftədən, baxın, bir həftə olmadıqda 10 gün, 20 gündən bir hər şey dəyişir. Sosial şəbəkənin trendləri dəyişir, təhlükəsizlik qaydaları dəyişir, yenilənmələr artır və biz baxın çox səmimi deyirəm bu arada bunu, telefonlarımızda nə qədər insan var ki, bu saat baxa bilərlər ki, nə qədər insan var ki, telefonun tətbiqi yenilənmələrini etmirlər. Bəli. Baxın, telefon markası şəxsən yenilənmə göndərir. Bu arada bunu çox adam tərs də başa düşür, nə lazımdır ki? Ancaq yəni bu təhlükəsizlik üçün daxı bu markadır və təhlükəsizlik yenilənir və nə qədər insan telefonu aça baxa bilər ki, təhlükəsizlik baxımından yenilənməni sistem yenilənməsi etmir.
Baxın, biz yenilənmə danışırıq, sosial şəbəkələr danışırıq. Ardıcıl şəkildə gəldi. Ümid edirəm bu TikTokla bağlı da bir toxunmaq istəyirik qarşıdakı dəqiqələrdə. Sosial şəbəkələr günü-gündən yenilənir, sayı artır. Hər sosial şəbəkənin öz funksiyası var, öz qorunma şəkli var və hər sosial şəbəkə özünə uyğun formada paylaşım istəyir. Biz ona əməl etmirik. Genəlliklə əməl etmirik. Üzr istəyirəm. Biz hər paylaşımı hər sosial şəbəkədə edirik. Ancaq bu qətiyyən olmaz. Çünki hər sosial şəbəkəni biz bilməliyik ki, hansı tərəfdən təhlükəsizliyini təmin edir. Hansı sosial şəbəkə fotoların təhlükəsizliyini təmin edir, hansı sosial şəbəkə yazışmaların, hansı sosial şəbəkə görüntülərin. Biz onlara daha aydın hiss etsək, daha aydın baxsaq məsələlərə, biz onu daha yaxşı görərik və ona uyğun addım atarıq. Çünki bu təhlükəsizliyinin 50% bizdən asılıdır. Və mən sizə öz həyatımla bağlı bu yaxında olan bir şey bölüşmək istəyirəm. Deməli, maşına yenilənmə gəlib və mən bunu bir gün gecikdirdim, 2 gün, 3 gün. Vaxtım olmur, ora-bura qaçıram və həmin müddətdə də maşında olmalıyam ki, 1 saat boyunca yenilənmə getsin və mən vaxt tapa bilmirəm bunu etməyə. Bir neçə gün gecikdirdim, sonra telefonumdan maşının application'ı telefonumdadır və mənə belə bir bildirim gəldi ki, sən öz təhlükəsizliyini kənarda qoyursan da, təhlükəsizliyin üçün mütləq şəkildə bu yenilənməni etməlisən. Və mən yenə bir qaça-qaçlı bir yerdən çıxdım. Bu notification-ı görəndə elə bir anlıq qaldım ki, yəni mən öz-özümü düşünmürəm. Amma bir texnologiya məni burada düşünür və o mənə təsir edir, emosional təsir edir ki, sən öz təhlükəsizliyin üçün bunu etməlisən. Çünki orada müəyyən şeylər var ki, o məni qoruyur da, bütün qəzalardan, problemlərdən, hər şeydən məni qoruyur. Amma mən bunu etməmişdim də və özüm pisimə gəldi ki, yəni necə mən bunu etmədim. Bəzən o qədər məsuliyyətsiz yanaşırıq və yaxud da vaxt olmamağından dolayı ya sabah edərik, bugün edərik. Amma texnologiya artıq elə bir dərəcədə inkişaf edir və bizi düşünür. Bizim qayğımıza qalır. Texnologiya bizim dostumuzdur, yoxsa düşmənimizdir desək, məncə ilk özümüzə baxaq ki, biz texnologiya ilə dostuq. Yoxsa düşmənik. Yəni, məsələ budur. Yəni, texnologiya mən alət olaraq baxa bilərsiniz. Texnoloji vasitə olaraq baxa bilərsiniz. Alət olaraq alırlar insanlar çox gözəl şəkildə bahalı. Yeni trend gəlir, dərhal satışlar yəni qutarır. Tapmaq olmur hətta yeni versiyanı. Ancaq biz ondan alət kimi istifadə edirik. Yəni bir dəmir parçasıdırmı? Yoxsa bizim üçün əlverişli, hətta bunu deyim ki, nə qədər insan özüm daxil mobil vasitələrimizdən olsun, texnoloji vasitələrimizdən pul qazanmaq üçün istifadə edir. Bəli. Ancaq çox insan, yəni bu arada bu onları tənqid mənasında deyil qətiyyən. Çünki mən düşünürəm ki, biz o daha müsbət yanaşa bilərik, daha mənfi yox, müsbət şəkildə o faydalanmalarını təmin edə bilərik. Çox insan təəssüf edir ki, bu sadəcə bir alət kimi bir foto üçün. Amma foto üçün də bu arada telefon və yaxud da ki, bahalı bir marka ehtiyac yoxdur. Bir foto aparat alsalar daha məsələn. Yəni uyğun olar, yəni çox beş şəkildə çəkərlər. Bəli. Sizə bir sual da ünvanlamaq istəyirəm. Sosial şəbəkələrdə bizim paylaşdığımız hansısa bir foto olsun, status olsun, post olsun, reels olsun, bu bizim gələcək karyeramız üçün necə bir mənfi təsirini verə bilər və yaxud da ki, reputasiyamıza necə zərər vura bilər? Yəni bu da çox önəmli faktordur. Çünki bu günləri hamı sosial şəbəkədəyik, davamlı nələrsə paylaşırıq, davamlı da özümüzü göstəririk və yaxud da ki, PR-mızı aparırıq və yaxud da işlərimiz, hər şeyimiz artıq yəni bir növdə sosial şəbəkələr bizim bir pasport rolumuzdadır da. Yaxşı, bu bizim reputasiyamıza gələcəkdə necə bir zərər verə bilər? Ən vacib məsələ həqiqətən də bu reputasiya məsələsi, bizim gələcəyimizə təsirimiz. Baxın, indiki dövrdə hər hansı bir şirkət əməkdaş işə götürərkən təbii ki, CV-yə baxırlar. Ancaq etiraf eləməliyik ki, bizim indiki dövrümüzdə birinci sosial şəbəkəyə baxırlar. İşə götürərkən, yəni şəxsən mən özüm belə hər hansı bir insanı tanımaq istəyərkən, yeni bir əməkdaş gələrkən və yaxud da ki, yeni bir əməkdaş işə götürərkən ilk sosial şəbəkəsinə baxırıq. Bu reallıq. Və son dönəmlərdə mən bir müddət illər öncə bunu əyanı şahidi oldum. Bir iş yerində olarkən dərhal soruşdular ki, əməkdaşın Facebookuna baxa bilərsiniz. Facebook hesabına baxdılar. Facebook hesabında nə paylaşır? Necə paylaşır? Hansı yönlə paylaşır? Yəni biz bunu nəinki kiber təhlükəsizlik qoyduq bir yana. Kiber təhlükəsizlik baxımından təbii ki, çox ciddi şəkildə diqqət olunur. Amma düşünün ki, sosial şəbəkələrdəki hər paylaşımımız bizim gələcəyimizə, həyatımıza necə təsir edir? İşə götürülərkən belə diqqət olunur. Kiber təhlükəsizlik tərəfinə gəlincə, təəssüflər ki, şəxsi məlumatları baxın, çox ciddi şəkildə azaltmaq lazımdır. Və ikinci tərəf, sosial şəbəkələrdən istifadədə belə bir məsələ var hazırda günümüzdə. Bu yaxınlarda bunu şahid oldum, əyanı şahid oldum. Sosial şəbəkələrlə bağlı
bir insanla bir yerdə olmuşduq, bir yerə getmişdik. Həmin mənzərə alında onlar foto çəkdilər və ya video çəkdilər. Üzərindən 3 ay keçmiş vaxt sonra biz görüşüb söhbət eləyəndə mənə həmin görüntünü göstərib deyir ki, nə gözəl görüntüymüş ora. O nə gözəl mənzərə imiş. Çaş yenə gedərdi. Baxın, mənim ilk ifadəm bu oldu ki, mən getmək istəmirəm. Mən görmüşəm o anı. İnsanlar getdikləri yerlərdə anı yaşamırlar. Anı yaşamırlar. Təəssüflər ki. Yəni sonra mən onu orada videoya çəkib 5 dəqiqəlik bir mənzərə var, dağın bir başındasınız, gözəl bir yerdəsiniz. Siz o 5 dəqiqədə alacağınız huzuru siz çəkilişə xərcləyirsiniz. Necə düşdü və ya necə olur? Görüntüyə həsrəsiz və bir il keçir üzərindən deyirsiniz ki, nə gözəl mənzərəmiş. O gözəl hava olar ha bu saat orada. Anı yaşamırıq. Sosial şəbəkələrin yanaşma tərzimizin bizim və anı yaşamadığımız üçün biz o duyğunu ala bilmirik. Yəni təəssüflər ki, ala bilmirik. Yəni bu mən çox üzr istəyirəm. Mən məsələn o elə yanaşma tərzi təbii ki, mən getdim özüm bloqlar, yəni kanalım üçün bloqlar, çəkilişlər etsəm belə, o anı yaşamaq üçün vaxtımı heç vaxt bölmürəm. Və bir buradan önə çıxan məsələ nədir? Biz həmin anda olduğumuz yerdən görüntünü paylaşırıq sosial şəbəkədə. Baxın, olduğumuz yer belə bilinir. Yəni düşünsənizə bizim sosial şəbəkələrə, görün kiber hücumları təşkil edən adamlara necə çox ləvazimat veririk. Nə qədər material veririk. Yəni bizim sosial şəbəkəyə baxaraq harda olduğumuzu belə bilirlər artıq. Çünki biz operativ paylaşırıq. Yəni bu biz bunu qəbul edirik özümüzdəki belə operativik. Biz sosial şəbəkə istifadə. Mən trendəm və ya belə ifadələr işləyirəm. Mən paylaşmalıyam. Yəni bunu bir zaman lazımdır. Bunun da diqqət olunması lazımdır. Yəni şəxsi məlumatları bu qədər açıq formada paylaşmaq qətiyyən olmaz. Təşəkkür edirəm Sərdar bəy. Son olaraq sizdən 3 tövsiyə istəyirəm ki, hansı ki bu bizim izləyicilərimizə faydalı olsun. Ümumiyyətlə sosial şəbəkələrlə bağlı ilk tövsiyəm yenilikləri izləsinlər. Yeniliklərdən agah olsunlar və yenilikləri izlərkən də öz həyatımıza bunu tətbiq eləsinlər. Yəni bu çox vacibdir, bu ciddi şəkildə kiber hücumların qarşısının alınmasında. Və ikinci məsələ ən önəmli sosial şəbəkələr, yeni sosial şəbəkələr və hazırda günümüzdə TikTokdur, yeni sosial şəbəkə olaraq məşhurlaşan, istifadə edərkən çox diqqətli olsunlar. Paylaşımlarımıza, şəxsi həyatımıza bağlı paylaşımlara, yəni bunu ciddi şəkildə sosial şəbəkələrdə biz 50% bizim təhlükəsizlik payımız var. Buna əməl etsinlər. Və dediyim kimi, üçüncü məsələyə gəldikdə sistemli, yəni texnologiyanın bizə verdiyi yenilikləri texnoloji tərəfdən ciddi təhlil etsinlər. Şifrələnmə deyim, iki tərəfli doğrulama mı, tətbiq üçün əlavə Gmailin tətbiqi mi olsun? Yəni biz bu texnoloji vasitələrdən istifadəni texnoloji tərəfdən düzgün eləməsək, tətbiq eləməsək, biz nə qədər də eləsək, yəni həmin şəbəkələr, platformalar nə qədər güvənli tədbirlər etsələr də biz özümüzü qorumuş hesab etməliyik və qorunmuş da olmarıq. Çox sağ olun Sərdar bəy, təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Bugünkü söhbətdən bir şeyi unutmamalıyıq. Kiber təhlükəsizlik artıq texniki mövzu deyil. Bu şəxsi təhlükəsizlik məsələsidir. Bu reputasiya məsələsidir. Bu gələcək məsələsidir. Sosial şəbəkələr bizim üçün imkan ola bilər, amma diqqətsiz yanaşsaq eyni zamanda riskə də çevrilə bilər. Əgər bu mövzu sizin üçün aktualdırsa, bu buraxılışı paylaşın, yaxınlarınızı maarifləndirin və unutmayın, rəqəmsal dünyada təhlükəsizlik seçim deyil, zəruriyyətdir. Bu Cyberin podkastıdır. Növbəti buraxılışlarda görüşənədək.